Salam dostlar, xoş gördük. Dərslərimiz davam edir. Deməli, keçən dərsdə yadınızdadırsa biz varlıq və mahiyyətdən danışdıq. Dedik ki, varlığın təkliyi prinsipini isbatlamaq üçün ilk növbədə biz nə etməliyik? Varlığın orijinallığını isbatlamalıyıq, əsaslandırmalıyıq. Çünki varlığın orijinallığı ilə varlığın təkliyi arasında bir əlaqə var, qırılmaz bir bağ var. Və Molla Sədranın da əsas qayəsi bu idi ki, varlığın orijinallığını isbat etsin və bunun üzərindən keçid edərək varlığın təkliyini əsaslandırsın. Varlığın orijinallığı ilə varlığın təkliyi arasındakı əsas zəruri əlaqə budur. Ona görə biz ilk öncə nədən başladıq? Baxmayaraq ki, bizim əsas mövzumuz varlığın təkliyi mövzusudur, vəhdəti vücud mövzusudur. Amma qeyd etdiyim kimi bu ikisi arasında, yəni varlığın təkliyi ilə varlığın orijinallığı arasında bu möhkəm qırılmaz bağ olduğuna görə biz əvvəlcə varlığın orijinallığını müzakirəyə çıxardıq ki, varlıq orijinaldır. Və keçən dərsdə də qeyd elədim ki, varlığın orijinallığı deyəndə nə nəzərdə tutulur? Varlığın orijinallığı və ya obyektivliyi mənası budur ki, xarici aləmdə müşahidə etdiyimiz bütün bu təsirlərin mənşəyi mahiyyətdən deyil, məhz varlıqdan qaynaqlanır. Çünki bu barədə iki görüş var. Bəziləri deyirlər ki, əsas olan, orijinal olan, obyektiv olan mahiyyətdir. Varlıq sonradan mahiyyətə birləşir. Lakin Sədra fəlsəfəsində, həmçinin irfanda yayğın olan görüş budur ki, xeyr, əsas olan varlıqdır. Mahiyyət isə sadəcə olaraq varlığın bir təzahürüdür, onun bir formasıdır və s. Ona görə biz keçən dərs burada qaldıq ki, mahiyyətin tərifi nədir? Varlığın tərifi nədir? Bunlara qısa aydınlıq gətirək. Ondan sonra varlığın orijinallığı bəhsinə keçid alaq və oradan da varlığın təkliyi bəhsinə keçid alaq. Mahiyyətin tərifi. Nə dostlar, mahiyyət nədir? İlk öncə buna qısa aydınlıq gətirim. Fəlsəfədə qeyd olunduğu kimi, mahiyyət, burada da kitabda qeyd etmişəm, çoxluğun mənşəyidir. Nəyə görə mahiyyət çoxluğun mənşəyidir? Çünki insan idraki, insan ağlı və ya insan hiss üzvləri ilk olaraq mahiyyətlə ünsiyyətdə olur. Biz ilk olaraq mahiyyəti dərk edirik. Niyə? Çünki mahiyyət əşyanın nəliyidir, onun nəliyidir. Və biz xarici aləmdə nəsnələrlə, ətraf aləmlə kontaktda keçəndə, onlarla ünsiyyət quranda ilk öncə həmin şeyləri dərk edirik, onların nəliyini dərk edirik, onların nəliyini qavrayırıq və həmin nəlik üzərindən biz həmin əşyaları, həmin nəsnələri dərk edirik. Yəni, ətraf aləmə baxa bilərsiniz, xarici aləmdə gördüyünüz, müşahidə etdiyiniz hər bir şeyi siz ilk öncə onun nəliyini qavrayırsınız və o nəlik üzərindən həmin əşya barədə sizin zehninizdə bir təsəvvür yaranır. Bu nəlik mahiyyətdir. Və bu nəliklər xarici aləmdə sonsuz sayda olduğuna görə, çünki varlıq sonsuz saydadır, əşyalar sonsuz saydadır və buna uyğun olaraq mahiyyət də sonsuz saydadır. Biz əşyaları bu səpkidə qavradığımıza görə onlar arasında fərq qoyuruq. Deməli, fərqi nəyin vasitəsilə qoyuruq əşyalar arasında? Məhz mahiyyətin vasitəsilə qoyuruq. Əgər mahiyyət olmasaydı, biz iki cismi, iki nəsnəni, iki əşyanı bir-birindən heç vaxt ayıra bilməzdik. Məsələn, daş görürük, nə bilim, qum görürük, insan görürük, digər canlıları görürük, yer, göy, dəniz. Bunlar hamısı mahiyyətdir. Niyə? Çünki hər bir ad, hər bir ünvan o cismin nəliyinə işarə edir. Buna görə də mahiyyət nədir? Çoxluğun mənşəyidir. Baxın, mahiyyətin tərifi haqqında kitabda necə qeyd olunub? İslam fəlsəfəsində qəbul edilən belə bir təməl prinsip var. Mahiyyət çoxluğun mənşəyidir. Yəni, xarici aləmdə müşahidə və dərk etdiyimiz çoxluğun mənşəyi məhz mahiyyətdir. Niyə? Çünki mahiyyətin vasitəsilə biz əşyaları dərk edirik. Çünki mahiyyət həmin əşyaların kimliyidir, nəliyidir. Və insan ağlı elə dizayn olunub ki, o bir şey qavramaq üçün müəyyən xüsusiyyətləri dərk eləməlidir, müəyyən əlamətləri mülahizə eləməlidir. O əlamətləri, o xüsusiyyətləri mülahizə eləmədən, onları dərk eləmədən insan heç bir şeyi tanıya bilməz. İnsan heç vaxt sıfır xüsusiyyətli, sıfır əlamət olan bir şeyi tanıya bilməz. Ümumiyyətlə belə bir şey var ola bilməz, mövcud ola bilməz. Fərz edək ki, belə bir şey mövcuddur, insan heç vaxt onu dərk edə bilməz. Çünki insan ağlı bir şey dərk etmək üçün və dərk etdiyi şeylər arasında fərq qoymaq üçün mütləq onların əlamətinə baxır. Baxın, bu əlamətlər birləşib nəyi təşkil edir? Mahiyyəti təşkil edir.
Mahiyyət olmadan əsas çoxluq, fərqlilik, növbənövlük yarana bilməz. İnsan ətrafındakı nəsnələri dərk edərkən ilk öncə onların nəliyini, nə olduğunu nəzərdən keçirir. İnsanın düşüncə mexanizmi bu şəkildə işləyir. Yəni bizim əlimizdə bir şey yoxdur. İnsan zehni bu şəkildə dizayn olunub, bu şəkildə yaradılıb. Ona görə də mahiyyət olmadan insan əşyaları dərk edə bilmir. Bir şey dərk etmək üçün mütləq onu müəyyən bir çərçivəyə salmalıdır. Yəni insan ağlı bir şey dərk etmək üçün onu bir çərçivəyə salır. Çünki insan ağlı mütləq olanı sırf mütləq xüsusiyyəti ilə dərk edə bilməz. Mütləq olanı insan dərk edə bilmir, qavraya bilmir. Çünki mütləqlik heç bir sərhəd tanımır, heç bir limit tanımır. Siz sərhədi olmayan, limiti olmayan bir şeyi necə dərk edə bilərsiniz? Necə onun xüsusiyyətini, əlamətini anlaya bilərsiniz? Necə ona müəyyən bir vəsf əlavə edə bilərsiniz, aid edə bilərsiniz? Bu mümkün deyil. Ona görə onun nə etməliyik? Çərçivəyə salmalıyıq. İnsan beyni əşyaları çərçivəyə salandan sonra dərk edir və hətta insan Allahı da bu cür dərk edir. İnsan Allahı tanımaq üçün mütləq onu nə edir? Çərçivəyə salır. Və bu nəyin meydana gəlməsinə səbəb olur? İsimlərin, sifətlərin meydana gəlməsinə səbəb olur. Allahın isimləri, sifətləri həqiqətdə nədir? Allahın zatını bir növ çərçivəyə salmaqdır. Məsələn, biz Allah rəhmandır deyəndə onun zatını o rəhmət çərçivəsinə salırıq və o çərçivədə dərk edirik. Və ya Allah tutalım dirildən deyəndə o zatı o çərçivəyə salır və o çərçivədə dərk edirik. Xülasə insan zehni bu cür işləyir. Yəni əldə başqa əlac yoxdur. Bəli, bir şeyi dərk etmək üçün mütləq onu müəyyən bir çərçivəyə salmalıdır. İnsan zehni bu cür işləyir. Bu çərçivə salma fəaliyyəti olmadan idraç qüvvəsi öz funksiyasını icra edə bilmir. Mümkün deyil yəni bu. Məsələn, indi nümunə burada qeyd etmişəm. Məsələn, insanın nə olduğunu dərk etmək istədikdə onu çərçivəyə salmaq məcburiyyətində oluruq. Məsələn, biz istəyirik insanı tanıyaq, insanın mahiyyətini dərk edək. Nə edirik? Onu çərçivəyə salırıq. Yaxşı, bunu necə çərçivəyə salırıq? İnsanı tərif vasitəsilə insana tərif verərkən onu çərçivəyə salırıq. Məsələn, deyirik ki, insan düşünən canlıdır. Baxın, insana tərif ki, verdik bu cür insan düşünən canlıdır. Bu onu çərçivəyə salmaqdır. Niyə? Çünki əvvəlcə onu canlı çərçivəsinə saldıq. Çünki insana canlı deyərkən insanı cansızlardan ayırmış olduq. Aydındır, bu onu çərçivəyə salmaqdır. Və növbəti dəfə deyirik, düşünən canlıdır. Bu da növbəti bir çərçivədir ki, onu düşünməyən canlılardan ayırmış olduq. Deməli, insan zehni bu cür fəaliyyət göstərir. Bizim idraç qüvvəmiz bu şəkildə fəaliyyət göstərir. Başqa şəkildə fəaliyyət göstərə bilməz. İnsana canlı deməklə onu cansızlardan ayırır. Daha sonra düşünən olduğunu qeyd etməklə canlılar içərisində onun üçün konkret bir çərçivə cızır. Belə bir çərçivə cızmağa fəlsəfədə mahiyyət deyilir. Əlbəttə, kimsə yanlış anlamamalıdır ki, insan öz kefinə görə necə gəldi, çərçivə cızır. Xeyr, yəni insan zehni çərçivəni cızarkən o müəyyən məntiqi qaydalara əməl etmək məcburiyyətindədir. Bu, yəni istədiyim kimi ola bilməz, ağlıma necə gəlir, kefim necə istəyir, belə olmaz. Bunun qaydaları məntiq elmində, tərif bölümündə qeyd olunubdur. Əslində cızdığı bu çərçivə birbaşa reallığa söykənir, obyektivdir. Bəli, biz o reallığı dərk əsnasında, dərk prosesində əldə etdiyimiz o informasiyalara əsasən o çərçivəni cızırıq. Necə gəldi, o cür cızmırıq. İnsanın əsas fəaliyyəti həmin çərçivəni düzgün tapa bilməsidir. Baxın, bu çox önəmlidir. Tərif bəhsi, məntiqdə tərif bəhsi nəyə görə önəmlidir? Ona görə ki, məntiqdə tərif bəhsi bizə öyrədir ki, biz necə edək o çərçivəni düzgün cızaq. Çünki əgər məqsədimiz həqiqəti tapmaqdırsa, əşyaların həqiqətini, düzgün mahiyyətini və ya mahiyyətini düzgün formada qavramaqdırsa, o zaman biz düzgün çərçivəni cızmağı öyrənməliyik və bunun yollarında bizə məntiq öyrədir və biz məntiqdə tərif bəhsində bunu müzakirə edirik. Mahiyyətin tərifi aydın olduqdan sonra fərqinə varırıq ki, xarici aləmdə sonsuz sayda çərçivələr olduğu üçün deməli ortada bir deyil, birdən çox, daha doğrusu sonsuz sayda mahiyyət var. Buna görə də filosoflar mahiyyətin çoxluğun mənşəyi olduğunu qeyd edirlər. Deməli dostlar, bu mahiyyətə verdiyimiz tərifdən aydın oldu ki, nəyə görə filosoflar deyiblər ki və iddia ediblər ki, mahiyyət çoxluğun mənşəyidir. Bu bəhs aydın oldu. İndi gəlir varlığın tərifinə. Deməli, fəlsəfədə dostlar, bu yəni demək olar ki, qəbul olunmuş əsas fikirdir ki, varlığa tərif vermək mümkün deyil. Varlığa tərif vermək mümkün deyil deyəndə burada məqsəd məntiqi tərifdir. Nəyə görə? Çünki məntiqi tərif bir şeyin mahiyyətini izah edir, bir şeyin bir növ çərçivəsini izah edir. Çünki mahiyyət nədir? Bayaq dedik çərçivə. Məsələn, insana tərif verəndə nə deyirik? İnsan düşünən canlıdır. Baxın, bu tərif
Neynir? İnsanın çərçivəsini bizə göstərir ki, insan nədir? Varlığa gəldikdə isə varlığa bu cür tərif vermək, məntiqi tərif vermək qeyri-mümkündür. Çünki varlığa o cür çərçivə cızmaq mümkün deyil. Ondan əlavə tərif verərkən başqa şərtlər var. Məsələn, məntiq elmində, mən məntiq dərslərində qeyd eləmişəm, YouTube kanalında var. İstəyənlər izləyə bilərlər. Orada varlığın ümumiyyətlə tərifin şərtlərindən biri budur ki, siz tərif verdiyiniz bir şeyə tərif üçün elə bir aydın məfhum istifadə etməlisiniz ki, o istifadə etdiyiniz məfhum tərif verdiyiniz şeydən daha aydın olsun, daha anlaşılır olsun. Məsələn deyirəm, tutalım. Ruha tərif vermək istəyirsiniz. Düzdür? Siz ruha elə bir sözlərdən, məfhumlardan istifadə edərək tərif etməlisiniz ki, istifadə elədiyiniz o məfhumlar ruhu sizə açıqlaya bilsin. Yəni, o məfhumlar ruhun özündən daha aydın məfhumlar olsun. Çünki ruh, məsələn, ilk eşidəndə bizə anlaşılmaz gələ bilər, qapalı gələ bilər. Aydındır? Bu qapalıdır. Mən neynəməliyəm? Tərif verməkdə məqsədim nədir? Tərif verməkdə məqsədim budur ki, mənim üçün qapalı olan bu məfhumu, mənim üçün aydın olan başqa məfhumlar vasitəsilə izah edim. Ona görə burada daha aydın məfhumlardan istifadə etməliyəm. Amma yox, mən əgər ruha özü kimi qapalı məfhumlardan istifadə edərək tərif versəm, o zaman məqsəd hasil olmayacaq. Məsələn, əgər desək ki, ruh nədir? Cavabında desək ki, ruh abstrakt bir həqiqətdir. Bu abstrakt sözünü çox adam başa düşmür, bilmir abstrakt nə deməkdir. Ona görə, yəni bu məsələn daha da qəlizləşdirir. Ona görə bu anlaşılmaz olaraq qalır. Deməli, mən nə etməliyəm? Daha aydın bir məfhumdan istifadə etməliyəm. İndi bu qaydanı gəlin varlığa tətbiq eləyək. Varlığa tərif vermək istəyirəm. Nə etməliyəm? Daha aydın, varlıqdan daha aydın bir məfhumdan istifadə etməliyəm. Sual, varlıqdan daha aydın ikinci bir məfhum var? Yoxdur. Ona görə varlığa məntiqi tərif vermək mümkün deyil. Deməli, məntiqi tərif nədir? Məntiqi tərif budur ki, bir şeyin mahiyyətini izah edir. Amma başqa formada tərif vermək olar. Çünki tərifin məntiq elmində qeyd olunduğu kimi müxtəlif növləri var. Məsələn, xüsusiyyətlərini qeyd etmək, məsələn, nümunələrini qeyd etmək, məsələn, işarə edərək bir şeyə tərif vermək. Amma bu təriflər həqiqi tərif deyil, məntiqi tərif deyil. Yəni, nə deməkdir bu? Yəni, bu şeylər, bu tərif növləri o şeyin həqiqətini izah eləmir. Sadəcə olaraq onu sizə tanıtdırır və səthi müstəvidə tanıtdırır. Ona görə dostlar, varlığa tərif vermək, təbii ki, məqsədim məntiqi tərifdir. Varlığa məntiqi tərif vermək qeyri-mümkündür. Ona görə varlıq aksiomadır. Varlığın mənası bizim üçün aydındır. Çünki varlıq anlaşılması ən asan olan, ən təməl olan, ən fundamental olan məfhumdur. Yəni biz digər məfhumları, digər anlayışları ilə varlığın vasitəsilə izah edirik. Varlığın tərifi. Varlıq öz-özlüyündə mənaca aydın olan və əlavə izaha ehtiyac duymayan məfhumlardan biridir. Hətta demək olar ki, ondan daha aydın ikinci bir məfhum təsəvvür etmək olmaz. İkinci bir ondan aydın məfhum yoxdursa, deməli ona məntiqi məfhum tərif vermək qeyri-mümkündür. Çünki məntiqi tərifdə qeyd olunan şərtlərdən biri budur ki, tərifdə istifadə etdiyimiz digər məfhum o tərif verdiyimiz məfhumdan daha anlaşılır olsun. Ona görə də filosoflar haqlı olaraq qeyd edirlər ki, varlıq məfhumuna məntiqi baxımdan tərif vermək mümkün deyil. Ən yaxşı halda varlığı onun müəyyən əlamətləri ilə izah edə bilərik. Məsələn, kitablarda var, varlıq yəni mövcud olan, yəni sabit olan. Bu da görürsünüz, məsələn, insana bəşər demək kimi bir şeydir. İnsan nədir? Yəni bəşər. Bu nədir? Bir sözü başqa bir sözlə, sinonim sözlə, ya oxşar mənalı bir sözlə əvəz etməkdir. Sədra fəlsəfəsində varlıq ən mərkəzi anlayışdır. Bu şübhəsiz belədir. Sədra fəlsəfəsində varlıq ən mərkəzi anlayışdır. Niyə? Çünki deməli, digər dərslərdə qeyd eləmişdim, Sədra fəlsəfəsi ümumiyyətlə irfanın, İbn Ərəbi irfanının bir növ şərhidir və vəhdət-i vücud nəzəriyyəsi üzərində qurulub. Vəhdət-i vücud nəzəriyyəsinin fəlsəfələşmiş formasıdır. Bunu Əllamə Həsənzadə Amili iddia edir. Filosof rəhmətli Əllamə Həsənzadə Amili deyirdi ki, Sədra fəlsəfəsi İbn Ərəbi irfanının izahıdır, şərhidir. Ona görə təbii ki, burada varlıq mərkəzi anlayışdır, əsas yeri varlıq tutur. Molla Sədraya görə ontoloji olaraq obyektiv olan məhz varlıqdır. Yəni, xarici aləmdə mövcud olan xüsusiyyətlərin, məsələn, odun yandırması kimi hamısının qaynağı məhz varlıqdır. Deməli, Sədra fəlsəfəsində Molla Sədraya görə obyektiv olan nədir? Əsas olan varlıqdır. Deməli, o mahiyyətlər ki var, biz müşahidə edirik xarici aləmdə,
o mahiyyətlər özləri müstəqil bir həqiqətə malik deyillər. Varlığın orijinallığının mənası nədir? Varlığın orijinallığının obyektivli mənası budur ki, xarici aləmdə gördüyümüz hər şeyin kökü varlığa qayıdır. Bütün əlamətlərin, bütün təsirlərin kökü hara qayıdır? Varlığa qayıdır. O mahiyyət dediyimiz şey isə o müstəqil deyil, varlıqdan kənar deyil, özü bu təsirlərə müstəqil şəkildə sahib deyil. Mahiyyət sadəcə olaraq varlığın bir təzahürüdür, formasıdır. Gəlin sizə sadə bir misal çəkim. Məsələn, insanın şəxsiyyət vəsiqəsində və ya başqa yerlərdə tutalım müəyyən əlamətləri qeyd olunur. Məsələn, boyu, çəkisi. Baxın dostlar, bunu bir dənə düşünün. Boy dediyimiz şey, çəki dediyimiz şey müstəqil bir əlamətdir, müstəqil bir xüsusiyyətdir. Yoxsa o cismimizin bir formasıdır, başqa bir şey deyil. Yəni cismimizdir. Biz onu sadəcə olaraq müəyyən ölçüdə ölçmək istəyəndə boy dediyimiz, çəki dediyimiz bir anlayış meydana gəlir. Deməli, boy və çəki özü müstəqil deyil, müstəqil bir həqiqətə sahib deyil. O sadəcə olaraq cismimizin təzahürüdür. Aydındır, cismimizin fərqli ölçülərdə nəyidir? Təzahürüdür. Baxın, varlıqla mahiyyətin bir-birinə nisbəti də bu cürdür. Mahiyyət dediyimiz şey varlığa orijinal bilənlərə görə, obyektiv bilənlərə görə. Mahiyyət dediyimiz şey o sadəcə olaraq varlığın yansımasıdır, təzahürüdür, təcəllasıdır. Onun müstəqil bir həqiqəti yoxdur. Mahiyyət isə sadəcə olaraq varlığın təzahürüdür. Heç bir müstəqil kimliyə və obyektivliyə sahib deyil. Bizim mahiyyət adlandırdığımız şeylər əslində varlıqdır. Varlıq fərqli formalarda və şəkillərdə təzahür etdiyi üçün biz həmin formaları mahiyyət olaraq qavrayırıq. Sədra fəlsəfəsində varlıq eyni mənalı məfhumdur. Eyni mənalı və bir mənalı məfhum nədir dostlar? Yəni bir kəlmədir, tutalım bir söz. Onun bir mənası var və o bir məna o sözün bütün predmetlərində eyni məna daşıyır. Tutalım insan sözü. İnsan sözü istənilən insanın predmetində eyni məna ifadə edir. Bu istəyir yaxşı insan olsun, istəyir pis insan olsun, istəyir qaradərli olsun, ağdərli olsun, milləti nə olur olsun, fərqi yoxdur. İnsan onun bütün predmetlərində eyni məna daşıyır. Əgər bir söz bütün predmetlərində eyni məna daşıyırsa, buna bir mənalı və ya eyni mənalı məfhum deyirik. Deməli, varlıq eyni mənalı məfhumdur. Yəni, varlıq məfhumu xarici aləmdə mövcud olan bütün nəslələr barəsində vahid mənada istifadə olunur. Bu baxımdan varlıqlar arasında heç bir fərq yoxdur. Yəni, Allah vardır cümləsindəki varlıq hansı mənanı ifadə edirsə, digər nəslələr barəsində də eyni mənanı ifadə edir. Varlıq bir məfhum olaraq hər bir şeylə bağlı eyni məna ifadə edir. Yəni, mən Allah vardır deyəndə hansı mənanı başa düşürəmsə varlıq sözündən, insan vardır və ya torpaq vardır, nə bilim, göy vardır, yer vardır, sözündəki vardır sözlərindən də eyni mənanı başa düşürəm. Niyə? Çünki varlıq sadəcə olaraq mövcudluğu ifadə edir. Amma o mövcudun xüsusiyyətləri nədir? Onu ifadə etmir. Çünki bəzi teoloqlar, hamısı yox təbii ki, bəzi teoloqlar deyiblər ki, varlıq bir mənalı söz deyil, çox mənalı sözdür. Niyə? Çünki varlıq Allah barədə bir məna ifadə edir, insan barədə başqa məna ifadə edir, yaranmışlar barədə başqa məna ifadə edir. Allahla yaranmışlar barədə hərəsində fərqli məna ifadə edir. Bunu niyə deyiblər dostlar? Ona görə ki, onlar təsəvvür ediblər ki, biz əgər desək ki, varlıq həm Allah barədə, həm yaranmışlar barədə eyni məna ifadə edir. Sanki biz burada Allahı digər varlıqlara şərik qoşmuş oluq və ya digər varlıqları Allaha şərik qoşmuş oluq. Deyirik ki, sanki onların varlığı Allahın varlığına şərikdir. Halbuki burada bəhs məfhum bəhsidir, müzakirə məfhum müzakirəsidir. Yəni mən deyəndə ki, və hansısa bir filosof deyəndə ki, Allah vardır cümləsi ilə insan vardır cümləsində vardır sözü eyni məna ifadə edir. Bu sırf təsəvvür baxımından, məna baxımındandır, xüsusiyyət baxımından deyil. Aydındır? Bəli. Digər filosoflardan fərqli olaraq Molla Sədranın varlıq məfhumu barədə təqdim etdiyi bu görüş varlıq məfhumunun vahid bir həqiqət olduğunu göstərir. Yəni varlıq vahid bir həqiqətdir. Teoloqlar isə bu görüşə qətiyyən razılaşmırlar. Təbii ki, burada məqsəd bütün teoloqlar deyil. Onların qənaətincə, əgər varlıq məfhumu bütün nəslələr barəsində eyni mənada işlənsə, o zaman Allahı yaranmışlara tay tutmuş olar və onu başqalarından ayırt etməli. Axı necə ola bilər ki, Allahın varlığı ilə yaranmışların varlığı eyni olsun. Və bunun cavabı bayaq dediyim kimi burada eynidir deyəndə məqsəd məfhum müstəvisində eynidir, nəinki predmet müstəvisində. Yəni, məsələn, Zeyd insandır və ya Rüstəm insandır deyəndə insan məfhumu həm Zeydə, həm Rüstəmə eyni mənada dəlalət edir.
düşünən canlı, amma keyfiyyətə gələndə təbii ki, Zeydin insanlığı ilə Rüstəmin insanlığı eyni deyil. Qeyd olunan bu irad əslində məfhumla predmet arasında fərq qoymamaqdan irəli gəlir. Baxın, bəzi məsələlərdə problem budur. Yəni, bir məsələni müzakirə çıxarırsan, məfhum müstəvisində o məsələni müzakirə edirsən, adam məfhumla predmeti aid etmədiyi üçün sənə predmetdən irad bildirir, nümunədən irad bildirir, nümunədən çıxış edərək irad bildirir. Halbuki burada məsələ predmet nümunə məsələsi deyil, burada məsələ məfhum məsələsidir. Ona görə bu ikisini ayırmaq lazımdır. Qeyd olunan bu irad əslində məfhumla predmet arasında fərq qoymamaqdan irəli gəlir. Molla Sədra varlığın yalnız məfhum müstəvisində bütün nəsnələrə eyni müştərək mənada nisbət verildiğini iddia edir. Yəni Molla Sədra deyəndə ki, varlıq hamısında eynidir, yəni məfhum müstəvisində, məna müstəvisində hamısında eyni məna daşıyır. Predmetə gəldikdə isə aydındır ki, varlıqların hamısı eyni mərtəbədə deyil. Məsələn, zəruri varlıqla Tanrı, mümkün varlıqla yaramışlar fərqli mərtəbələrə sahibdirlər. Allahın varlıq mərtəbəsi ilə yaramışların varlıq mərtəbəsi təbii ki, eyni deyil. Bunlar heç vaxt bir ola bilməzlər. Hətta mümkün varlıqların özləri belə öz aralarında eyni mərtəbədə yer tutmurlar. Yəni, hətta mümkün varlıqlara gəlsək, məsələn, mücərrəd varlıqlarla maddi varlıqlar, bunlar eyni mərtəbədə deyil. Tam mücərrəd varlıqlarla yarım mücərrəd varlıqlar, bunlar eyni mərtəbədə deyil, bunlar fərqli mərtəbələrdə deyil. Mücərrəd varlıqlar şübhəsiz maddi varlıqlara baxanda daha yüksək mərtəbədə dayanırlar. Deməli, predmet olaraq varlıqların eyniliyindən söhbət gedə bilməz. Molla Sədranın bu görüşü mütaliə fəlsəfəsində varlığın dərəcəliyi, orijinal adı ilə desək, təşqiq nəzəriyyəsi adlanır. Molla Sədra deyir ki, varlıq bir həqiqətdir, amma mərtəbələri var. Necə ki, elm. Elm bir həqiqətdir. Elm dediyimiz şey, yəni məlumat sahibi olmaqdır. Amma hamı eyni dərəcədə məlumat sahibidir? Təbii ki, xeyr. Onun dərəcələri, mərtəbələri var. Varlıq da o cürdür. Varlığın ən yüksək mərtəbəsi zəruri varlıqdır, Tanrının varlığıdır. Ən aşağı mərtəbəsi də maddi varlıqdır, cansız varlıqdır. Bu nəzəriyyə əsasən varlıqların məfhum etibarilə eyni məna ifadə etməsinə baxmayaraq, predmet olaraq bir-birindən fərqli mərtəbələrdə yerləşirlər. Nəticə. Deməli, dostlar, bu qeyd elədiyimiz bəhslərdən hansı nəticəyə gəldik? Mahiyyət və varlıq məfhumları ilə bağlı izahlardan aydın oldu ki, mahiyyət çoxluq mənşəyi olduğu halda varlıq təklik mənşəyi olub, hər növ çoxluğu inkar edir. Yəni, varlıq heç vaxt çoxluq mənşəyi ola bilməz. Yəni, biz əşyaları sırf varlıq yönündən ayırt edə bilmərik. Məsələn, A vardır, B vardır, C vardır. Vardır sözünə əsasən biz A, B, C arasında fərq qoya bilirik? Yox. Bəs nəyinə görə fərq qoyuruq? A-lığına görə, B-liyinə görə, C-liyinə görə. Baxın, bu A-lıq, B-lik, C-lik bunlar mahiyyətdir. Məhz bu səbəb olur ki, biz fərq qoyaq nəsnələr arasında, varlıqlar arasında, əşyalar arasında. Amma sırf varlığa görə biz heç nə arasında fərq qoya bilmirik. Çünki varlıq məfhumu qeyd olunduğu kimi heç bir fərq olmadan bütün varlıqlar barəsində eyni mənada işlənir. Molla Sədra varlığın eyni mənalı məfhum olduğunu isbatladıqdan sonra növbəti mərhələdə varlığın obyektivliyini isbatlamağa başlayır. Deməli, varlıq eyni mənalı məfhumdur. Bütün nəsnələr barəsində eyni məna ifadə edir və bu gətirir hara çıxarır? Varlığın obyektivliyinə. Yəni nə? Yəni əsas olan varlıqdır. Hər şey mənşəyi varlıqdır. Bu mərhələ mütaliə fəlsəfəsi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Çünki Molla Sədranın ən sonda isbatlamaq istədiyi əsas hədəf məhz bu təməl üzərində qurulub. Molla Sədranın ən sonda isbat eləmədiyi şey nədir? İsbat etmək istədiyi şey nədir? Varlığın təkliyi. Baxın, buna hansı ardıcılıqla gəlir? Birinci, varlığın eyni mənalı məfhum olduğunu isbatlayır. Ondan sonra varlığın orijinal olduğunu isbatlayır, əsas olduğunu. Və bu gətirib hara çıxarır? Varlığın təkliyinə. İndi o necə çıxarır? Növbəti bəhslərdə aydın olacaq. Molla Sədra Şəhabəddin Söhrəvərdidən fərqli olaraq gerçəklikdə obyektiv olanın mahiyyət deyil, məhz varlıq olduğunu möhkəm və tonlu dəlillərlə isbatlaya bildi. Deməli, Söhrəvərdi nə deyildi? Söhrəvərdi deyildi ki, əsas olan mahiyyətdir. Onun dəlilləri hansıdır? Ona girmək istəmirəm. Bununla da həm məfhum etibarilə varlığın bir mənalı olduğunu, həm də predmet etibarilə obyektiv olduğunu, yəni xarici aləmdəki bütün xüsusiyyətlərin mənşəyinin varlıq olduğunu söyləməklə fəlsəfədə yeni bir cığır açdı. Elə bir cığır ki, ondan qabaq heç bir fəlsəfi məktəbdə bənzəri görülməyib. Deməli, bu Molla Sədranın əsas hədəfi buydu. Artıq Molla Sədra addım-addım öz hədəfinə doğru yaxınlaşır. Əsas hədəf isə varlığın təkliyini, bayaq dediyim kimi. Bunlar hamısı müqəddimədir. Məqsəd nədir? Varlığın təkliyini və onun yalnız Allaha məxsus olduğunu
isbatlamaqdır. Yuxarıda qeyd etdiyimiz kimi Molla Sədra əvvəlcə varlığın dərəcəliyi prinsipini önə çəkərək onu müdafiə edir. Bu paradigmada varlığın məfhum etibarilə eyni mənalı olduğu qeyd olunmaqla yanaşı, predmet olaraq fərqli mərtəbələrdə yerləşdiyi iddia edilir və nəticədə varlığın birdən çox olduğu prinsipi qəbul edilir. Belə olan halda Molla Sədra sonradan varlığın təkliyi görüşünü necə müdafiə edir? Bu açıq-aşkar ziddiyyət deyilmi? Bəli, burada belə bir sual yaranır ki, varlıq Molla Sədra deyir ki, varlığın dərəcəliyi məsələsi var. Yəni varlığın dərəcələri var. Varlığın dərəcələri nə deməkdir? Yəni birdən çox ortada varlıq var. Sadəcə olaraq onlar arasında dərəcə fərqi var. Sonra da biz deyirik ki, Molla Sədra buradan keçid alır hara? Varlığın təkliyi məsələsinə. Yəni Molla Sədra istəyir ki, sonda varlığın tək olduğunu isbatlasın. Zahirdə burada ziddiyyət yarandı axı. Çünki əvvəlcə deyirik, varlığın dərəcələri var. Yəni birdən çox varlıq var, sadəcə onlar arasında dərəcə fərqi var. Sonra deyirik ki, Molla Sədra bu prinsipdən çıxış edərək varlığın tək olduğunu isbatlamağa çalışır. Əvvəldən varlığın çox olduğunu deyib, bunun vasitəsilə varlığın tək olduğunu necə isbatlaya bilər? Deməli, bunun cavabı budur ki, dostlar, tədqiqatçılara görə Molla Sədra bu cür dərin anlaşılması olduqca çətin olan bir məsələni əvvəlcədən birbaşa açıqlaya bilməz. Yəni bu vəhdəti vücud məsələsi çox qəliz, çox dərin bir məsələdir. Xüsusilə bunu fəlsəfi dildə izah etmək. Və tədqiqatçılar, sədratçılar deyirlər ki, Molla Sədra vəhdəti vücud nəzəriyyəsini birdən-birə ilk addımda, yəni bu cür açıqlaya bilməzdi. O nə edir? Əvvəlcədən bu məsələlər önə çəkir, varlığın tək mənalı olmasını, bir mənalı olmasını, sonra varlığın dərəcəliliyi məsələsini, bunun üzərindən çıxış edir və sonradan yeni bir nəzəriyyə ortaya qoyur. Sanki bunu bir keçid kimi istifadə edir. Yəni varlığın bir mənalı olması, varlığın dərəcəli olması bu əsas hədəf deyil, bu keçiddir. Ondan istifadə edərək varlığın təkliyini isbatlamağa çalışır. Bəli, bunun üçün aslı addımlarla irəliləməli və tədricən insanların bu nəzəriyyəni həzm edə biləcək bir səviyyəyə, insanları bu nəzəriyyəni həzm edəcək bir səviyyəyə çatdırmalı idi. Buna görə də əvvəlcə varlığın dərəcəliyi prinsipindən başlayır, amma sonunda fikrini şəffaf şəkildə açıqlayır. Belə ki, burada heç bir ziddiyyət yoxdur. Bu sadəcə olaraq bir metoddur. Yəni məsələnin mahiyyətini, o cür qəliz bir məsələnin mahiyyətini izah etmək üçün bu cür metoddan istifadə edir. Bütün bu deyilənlərdən aydın olur ki, varlığın obyektivliyi varlığın təkliyi ilə birbaşa əlaqəlidir. Varlığın təkliyi isbatlamaq üçün ilk olaraq varlığın obyektivliyi isbat edilməlidir. Onu da qeyd edək ki, varlığın obyektivliyi və təkliyi prinsipi Molla Sədradan qabaq ariflərin qələmə aldıqları əsərlərdə artıq müzakirə mövzusu idi bu. Yəni Molla Sədradan da qabaq var idi. Molla Sədra bax dediyim kimi o fikri nə elədi? Şərh elədi. Xülasə, yəni bu bəhs bu cürdür. Axıracan oxumaq istəmirəm, çünki burada yeni heç bir fikir yoxdur. Növbəti dərsdən dostlar, inşallah müddianın lehinə dəlilləri müzakirə edəcəyik. Yəni biz indi dedik, bəli, Molla Sədranın əsas qayəsi, hədəfi budur ki, varlığın təkliyini isbatlasın və bunu fəlsəfə dilinə isbatlasın. Bu barədə fəlsəfədə və ya nəzəri irfanda müəyyən dəlillər varmı? İnşallah gələn dərs onları müzakirə edəcəyik. Həm dini dəlillər, həm əqli dəlillər bunlara nəzər salacaq. Bu günlük bu qədər kifayət edir. İnşallah növbəti dərslərdə görüşənədək hələlik.